Salam, hər vaxtınız xeyir olsun kanalımın izləyiciləri. Bugün mən sizinlə köbələkdən bilinçik hazırlayacağım. Yəni hazır yuxanın içərisinə köbələk, kök, xiyar, əgər nə istəsəniz, yəni döşəti, şirin bibar, o sizin öz ağız dadınıza baxır. Bilinçik hazırlaya bilərsiniz. İndi başlayaq köbələklərimizi bax bu cürünə qızardaq. Gördüyünüz kimi burada köbələyimizi doğramışıq. Və belə tavanın içərisinə duru yağ əlavə edək. Çox yox, az miqdarda. Və köbələyimizi bunun içərisinə əlavə edək. Çox qızartmaq lazım deyil. Azcana köbələk rəngi saraldı, götürmək lazımdır və tavamızın qapağını örtək. Köbələyimizin üzərinə az miqdarda duz gəzdirək, yəni çox lazım deyil. Hər dəfə köbələyimizi bax belə qızartdıqca duz əlavə edək. Kökümüzü tyorkanın iri gözündən keçirdik. Budur belə. Yəni kökü qızartmaq lazım deyil. Ona görə ki, yuxalarımızı qızardacağıq. Kök içərisində yumuşalacaq. Burada nələrimiz var? Lavaşımız, kök, çüyüd, xırda doğranmış, toyuğun döşəti pişmiş, xiyar, banka qardalı, sarımsaq, qızardılmış köbələk, yumurta, yumurtanın ağı, mayonez, kepçukumuz. İndi bunların hamısını yuxamızın arasına düzəcəyik. Yumurtanın sarısını əzdim, sarımsağı içərisinə qatdım və mayonez əlavə etdim. Bunları bir-birinə qarışdırıb yuxamıza yağlayacağıq. Bütün yuxalarımızı pişdik. İndi qabımızın, tavamızın içərisinə duru yağ əlavə edək və qızardaq yuxalarımızı. Möhkəm tavamız isinəndən sonra yuxalarımızı qızardacağıq. Yəni bilinçiklərimizi, yuxadan hazırladığımız bilinçikləri. Hər bir tərəfini yaxşıca çox yandırmadan, çox qızartmadan sarımtıl qızardacağıq. Bilinçiklərimiz artıq hazırdır. Çox gözəl, möhtəşəm alındı. Budur belə. Əsil yeni il süfrəsi üçün hazırladıq. Siz də mənim kimi belə gözəl yuxadan bilinçiklər hazırlayın. Çox sağ olun dinlədiyiniz üçün və mənə abunə olub dəstək olmağı da unutmayın.